Dişlerinizi beyazlaştırın ve diş daşlarından cəmi 2 dəqiqə bu hər kəsin evində tapılacaq 4 ucuz və sadə ingredientlərlə bir dəfəlik canınızı qurtaracaqsınız. Dişləriniz o qədər beyazlaşacaq ki, hər kəs o gözəl gülüşünüzə valeh olacaq. Mütləq bu videonu da qayd edin ki, itirməyəsiniz və bir aya da 10-15 kilo arıqlamaq, dümdüz qarına sahib olmaq istəyirsinizsə, WhatsApp-a arıqlama proqramı mənə yazın. Hər kəsə məlumat göndəriləcək. Ac qalmadan dərmanınızı təbii yolla arıqlayacaqsınız. Hazırlanması üçün isə bananın qabığını götürürsüz, içini soyursunuz, əzirsiniz. Bananın içində olan maddə dişləri beyazlaşdırır və sarıntını aradan qaldırır. Üzərinə 1 çay qaşığı limon suyu, 1 çay qaşığı da duz əlavə edirsiniz. Duz ağızdakı pis qoxunu aradan qaldırır və ağızdakı iltihabları, vaspaleniyanı aradan qaldırır. Üzərinə də diş pastası əlavə edirsiniz. Gözəl qarışdırın. İndi istifadə qaydasını izah edəcəm. Bunu bilməzdən öncə isə yorumlarda məni hansı ölkədən izlədiyinizi yazın. Bir də videonu like eləyin, kanalıma abunə olun. Çünki növbəti videomda boy uzanması üçün ev şəraitində sadə üsullar paylaşacağım. Hamısını qarışdırırsınız dostlar. Dişlərinizi 2 dəqiqə bununla gözəl fırçalayırsınız. Elə birinci dəfədən super ağaracaq dişləriniz. Gündə 2 dəfə bunu eləyə bilərsiniz. Qalan hissəsində soyuducuda saxlaya bilərsiniz. Arada bir gündən bir həftədə 2-3 dəfə bunu eləyə bilərsiniz. Videonu mütləq dişləri saralmış dostunuza göndərməyi unutmayın.